Benim müəllimə. Salam müəllimə. Xeyir müəllimə. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir Gündüz xanım. Xoş gördük hər birinizi. İnşallah ki, yaxşısınız hər biriniz. Demək, əziz müəllimlər, bugün sizə bir neçə mövzunun təkrarını vermişdim. Həmən o mövzuların sual-cavab olacaq. Gəlin başlayaq Xalidə müəlliməmizlə. Xalidə müsahibədə qoşulan müəlliməmiz. Axşamınız xeyir müəllimə, necəsiz? Təşəkkür edirəm, siz yaxşı olasınız. Demək, Xalidə müəllimə, ilk öncə iş formaları və iş üsullarından başlayaq. Siz 1-3 yaşa aid olan iş formalarımızı qeyd edin. 1-3 yaşa aid olan iş formaları fərdi, yarım qruplarla, Bəli. bir də 3-6 yaşa aid olan fərdi, cütlərlə, qruplarla kollektiv. Bəli. Dedik ki, 1-3 yaşda hansı iş forması var ki, o 3-6 yaşda yoxdur? Yarım qruplarla iş forması 3-6 yaşda yoxdur. Bəli. 3-6 yaşda hansı iş forması var ki, o 1-3 yaşda yoxdur? Cütlərlə, qruplarla. Cütlərlə və qruplarla, düzdür. Biz dedik ki, hansı iş formasında uşaqlara gözləmə vaxtı verilir? Gözləmə vaxtı Harda, hansı iş formasına gözləmə vaxtına ehtiyac var? Hansına verilirdi o? kollektivdə. Bəli. Çünki burada kollektiv şəkildə suallar verirsiniz və biz hər bir uşağı dinləməliyik və onlara vaxt ayırmalıyıq, düzdürmü? Hansı ki, üst potensiallı uşaqlar var, hansı ki, zəif uşaqlar, amma biz hər kəsi dinləməliyik. Onlara bu imkanı yaratmalıyıq. Ona görə də deyirik ki, uşaqlara gözləmə vaxtı verməliyik. Müstəqil fikir söyləmək, digərlərini dinləmə imkanı hansı iş formasını açar sözü idi? Müstəqil fikir söyləmək. Bəli. Burada qruplarla iş formasındadır. Bəli, düzdür. Müstəqil fəaliyyət hardadır? Müstəqil fəaliyyət fərdi işdədir. Bəli, fərdi iş formasındadır, düzdür. Uşaqlar bir-birinin işini dəyərləndirir. Bir-birlərin işini dəyərləndirmək bu cütlərlə iş Bəli, formasında. bəli, cütlərlədir. Qiymətləndirilir. Ay sağ ol. Bir-birinə əziz müəllimlər qeyd edəndə ki, uşaqlar bir-birinə rəy verirlər. Qeyd edim ki, bu yoldaş qiymətləndirilməsi qarşılıqlı qiymətləndirmə olur cütlərlə iş formasında. Müəllimin yox, uşaqlar. Bir də var ki, özünü qiymətləndirmə. Özünü qiymətləndirmə isə fərdi iş formasında olur. Düzdür? Cütlərlə iş formasının mənfi xüsusiyyəti nədir? Burada uşaqlar arasında konflikt yaranır. Aha, düzdür. Nə edirdik? Eyni potensiallı uşaqları birlikdə əyləşdirirdik. Düzdür? Aha, yaxşı. Keçək indi iş üsullarımıza. Hansı iş üsulunda biz qeyd elədik ki, müqayisəli qiymətləndirməyə imkan verir? Uşaqlar öz inkişaf dinamikasını dərk edirlər. Hansı iş formasında? İş üsulu, iş üsulu. İş forması yox, iş üsulu. Qarışdırmayaq. İş üsulu. Söz assosiasiyasındadır. Bəli. Söz assosiasiyası. Bəs hansı deduktiv iş üsuludur? Köhnə biliyin yada salınmasıdır. Ümumi anlayışda xüsusi prinsiplər çıxır. Bu şaxələndirmə klasterdir. Bəli, əla. Bəs uşaqlar ilk xatırladıqlarını deyirlər. İlk xatırladıqlarını deyirlər. Bu da söz assosiasiyasındadır. Aha, demək necə oldu əziz müəllimlər? Uşaqlar ilk xatırladıqlarını deyirlər. Oldu söz assosiasiyası. Amma köhnə biliyin yada salınmasıdır. Şaxələndirmə klaster. Düzdür? Bu da məktəbə hazırlıq qrupunda. Bəli, məktəbə hazırlıq qruplarında daha çox istifadə olunur. Məntiqi ardıcıllıq hansı iş üsulunda gözlənilir? Məntiqi ardıcıllıq nəql etmədə. Yox. Suallar. Bəli, məntiqi ardıcıllıq suallardadır. Zaman ardıcıllığı nağıl etmədə. Bəli, nağıl etmədə. Düzdür. Və bir də qeyd edin, hansı iş üsulumuzda qeyd edin, inandırıcı nitq nümayiş olunur? Burada hə yox sözlə qane olunmur. Açıq dilli sözlərdən istifadə olunur. Müzakirədən. Bəli. Doğrudur. Eyni zamanda bir açar sözümüz də var burada. Ünsiyyət və kommunikativ bacarıqlar formalaşdırılır. Düzdür? Bəli. Uşaqların məktəbə psixoloji hazırlığı dedikdə hansı hazırlıqlar nəzərdə tutulur? Psixoloji hazırlıqlar deməli hafizənin inkişafıdır, təfəkkürün, təxəyyülün, diqqətin inkişafıdır.
Uşaqların məktəbə hazırlığı dedikdə əziz müəllimimiz fiziki hazırlıq, emosional iradə hazırlıq, idraki proseslərin inkişafı və nitq nəzərdə tutulur. Aydındır? Bəli. Bəli. Əvvəlcə fiziki hazırlıqdan danışaq. Fiziki hazırlıq dedikdə nə başa düşürük? Deməli, burada fiziki hazırlıqda kiçik motorikanın inkişafıdır. Əgər uşaq ayaqqabısının bağını bağlaya bilmirsə, Bəli. köynəyini düyməliyə bilmirsə, deməli bu qələmi də tutmağı bacarmayacaq. Aha. Bizim Yəni uşağın burada- kiçik və böyük motorikasının inkişafı nəzərdə tutulur, düzdürmü? Bəli, bəli. Aha. Çünki motor və məkan Koordinasiyası da fiziki hazırlığa aiddir, düzdür? hazırlığa, bəli, bəli. Aha. hazırlığa. Emosional iradə hazırlıq nə dediyinə başa düşürük? Burada uşağın psixoloji canlanması, uşağın ruh halı, yəni Aha. uşaq öz emosiyalarını, davranışlarını idarə etmək bacarığıdır. Aha. Məsəl üçün uşaqlar məktəbdə uzun müddətli parta arxasında Bəli, oturmaları, səbirli olması, aha. tənəffüs Dözümlülük zamanı nümayiş etdirməsi, düzdürmü? Bəli, bəli. Kitabını yığmağa tənbəllik edir, qaçmağa, oynamağa gedir. Uşaqlarda bu vərdişi Aha. yaratmaq üçün onlarda çox rollu, qaydalı oyunlar təşkil etmək lazımdır. Bu oyunlar vasitəsilə onlarda bu vərdiş formalaşır. Demək biz qeyd elədik ki, bir də bir nüans var, onu da qeyd edək. Emosional iradə hazırlıqda çətinlikləri aradan qaldırmaq, məqsəd və nəticə yönümlülük var. Bəzən müəllimlər bu çətinlikləri aradan qaldırmaq fiziki hazırlıq götürürlər. Amma əziz müəllimlər, buradakı çətinlikləri aradan qaldırmaq hansı müəyyən bir situasiyalarda dözümlülük nümayiş etdirməkdir. Aydındır? Bəli. Yəni öz hisslərinə, öz emosiyalarına güc gəlmək, bəli. Müəyyən vəziyyətlərdə həmən o durumdan çıxmağın yollarını uşaqlara göstərir. Söhbət emosional iradə hazırlıqdan gedir. Və müəlliməmiz də az öncə qeyd elədi ki, hansı oyunlar zamanı formalaşdırırıq? Rollu və qaydalı ki, bu imtahanda da düşən suallarımızdan biridir. Rollu və qaydalı oyunlar zamanı, düzdürmü? Uşaqlarda emosional iradə hazırlığı formalaşdırırıq. Yaxşı. İdraki proseslərin inkişafı dedikdə nə nəzərdə tutulur? İdraki proseslərin inkişafı dedikdə burada diqqətin inkişafıdır, hafizənin inkişafıdır, təxəyyülün, təfəkkürün inkişafı nəzərdə tutulur. Əziz müəllimlər, idraki proseslərə biz psixo proseslərdə deyirik ki, testlərdə də bu şəkildə qarşınıza çıxacaq. İndi məsələn deyirəm ki, müəyyən kompozisiyalar, şəkillər çəkmək, fantaziyalar, uşağın öz fantaziyası, öz icadı varsa, bu hansı psixo prosesdir? Təxəyyülün inkişafıdır bu. Düzdür. Təxəyyülün. Bəli. Deyirəm ki, uşağa nağılı öz sözlərinlə danış. Bu hansı psixo prosesdir? Bu da təxəyyüldür müəllimə. Axı mən öz demədim ki, ardını davam et. Demədim ki, sonunu təxmin et. Deyirəm ki, öz sözlərinlə danış. Bu təfəkkür. Axı öz sözlərinlə danış. Öz sözlərinlə danış nədir? Yəni yadında qalanı danış. Yalan, yaddaş, bəli, Ay bəli, sağ ol. qarışdırdım. Nağılı öz sözlərinlə danış, yadında qalanı danış. Ay sağ ol. Desəm ki, nağıldan nəticə çıxart, ümumiləşdir desəm, hansı psixo proses olar? Nəticə çıxartmaq, ümumiləşdirmək, bu təfəkkürdür. Bəli, bəli. Analiz edir də, düzdür. Bəs Bəli. nağılı təsvir et desəm? Təsvir etmək, Bəli. Nağılı təsvir et. Nə lazımdır bizə? təxəyyül lazımdır. Təxəyyül lazımdır. Bəli. Bu sualıma da cavab ver. Tərbiyəçi deyirəm ki, uşaqdan soruşur ki, sonuncu adını çəkdiyim qəhrəmanın adı nə idi? Sizcə bu hansı psixo prosesi? Bəli. Bax, bu dansa diqqət edək. Cümlədə sonuncu, birinci məsələsi varsa, ayağa qalx, sonuncu nə dedim və yaxud da birinci nə dedim? Düzdürmü? Uşağın diqqəti yayına bilər və biz nə edirik? Diqqətimizi özümüzə cəlb edirik. Düzdür? Ona görə də bu olur. Yalnız birinci, sonuncu məsələsi olanda əzmənlər olur diqqət. Yaxşı. Bu sualıma da cavab ver. Şəklə bax. Etdiyim dəyişikliyi müəyyənləşdir. Bu hansı psixo prosesdir? Şəklə Bax. Bəli, bəli. Etdiyim dəyişikliyi müəyyənləşdir. Bu da hafizədir müəllimə. Bax. Açar sözümüz nədir? Dəyişiklik. Şəklə bax. Etdiyim dəyişikliyi müəyyənləşdir. Diqqət, bu da diqqətdir. Bəli, Yəni, bəli, diqqətin. bəli. Dəyişiklik. Yadda saxlayırıq. Açar sözümüz nədir? Yer dəyişmə etmək.
dəyişiklik etmək, aydındır. Yer dəyişmə və yaxud da dəyişiklik. Nə oldu? Diqqətin inkişafıdır. Yaxşı? İnşaatlı. Aha, Bəli, bəli. açar sözlərimizdə yer dəyişmə etmək və yaxud da dəyişiklik də deyə bilər. Məsələn, şəkillər qoyuruq uşağın gözünün qarşısına. Heyvan şəkilləridir. Burada məsələn, pişiklə zürafənin yerini dəyişdiririk. Uşaq Bəli. gözünü yumur bu vaxt və sonra deyir gözünü aç bax. Və ya etdiyim dəyişikliyi müəyyənləşdir. Bu kimi nümunələr qarşınıza çıxa bilər. Bəli. Bu olacaq diqqət. Aydındır. Təşəkkür Bəli, edirəm sizə. bəli. Təşəkkür edirəm. Çox sağ olun Xalidə müəllimə. Sağ olun. Leyla müəlliməmizlə davam edək. Çox Leyla Quliyeva adlı qoşulan müəlliməmiz. Axşamınız xeyir müəllimə. Xoş gördük əziz müəlliməmiz. Planlaşdırma nə üçün lazımdır? Planlaşdırma deməli demişdik ki, burada təlimin səmərəli təşkili işin düzgün planlaşdırılmasından başlayır. Yəni işin yerinə yetiriləcək işin əvvəlcədən Bəli. planlaşdırılması vacibdir. Yəni tərbiyəçi müəllim işini səmərəli, məqsədli, nəticə yönümlü etmək üçün işini əvvəlcədən planlaşdırır. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın neçə növü var? 2 növü var. İllik planlaşdırma, bir də həftəlik planlaşdırma. Aha, doğrudur. Planlaşdırma zamanı tərbiyəçi hansı ardıcıllığa diqqət etməlidir? Burada tərbiyəçi müəllim diqqət etməlidir ki, məntiqi ardıcıllıq olsun, psixoloji ardıcıllıq, bir də xronoloji ardıcıllıq. Düzdür. Məntiqi ardıcılığın məzmunu nə idi? Məntiqi ardıcıllıq, yəni burada məzmun məntiqi cəhətdən bir-birini tamamlayır. Bəli, Mövzular təsadüfi şəkildə seçilmir. bəli. Bir də bilik və bacarıqlar ümumidən xüsusiyə doğru inkişaf etdirilir. Aha. Yəni həftə üzrə mövzular bir-birini tamamlamalıdır. Yəni bu gün məsələn heyvanlar mövzususa, bu ətraf aləm məşğələsində də heyvanlardır. Təsviri fəaliyyət məşğələsində də hansı heyvanın şəklini çəkirik, düzdürmü? Bədii təfəkkür məşğələsində də heyvan nağılını danışırıq. Yəni bu həftə ərzində mövzular bir-birini tamamlayır, düzdür? Bəli. Ay, sağ ol. Bəs psixoloji ardıcıllıq nədir? Psixoloji ardıcıllıq odur ki, burada sadədən mürəkkəbə prinsipi gözlənilir, bir də Aha. yaxından uzağa prinsipi nəzərə alınır. Aha. Bir də burada uşaqların inkişaf səviyyəsi, yəni potensialları baxımından tapşırıqlar verilir. Aha. Bizə deyəndə ki, hansı ardıcıllıqda varislik gözlənilir? Psixoloji Varislik. ardıcıllıqda. Sadədən Bəli, mürəkkəbi xronoloji özünüz az ardıcıllıq. öncə vurğuladınız da, düzdürmü? Tarix Bəli. hansı ardıcıllıqda qeyd olunur? Tarix xronoloji ardıcıllıqdır. Bəli, xronoloji ardıcıllıqda qeyd olunur. Gəlin biz illik planlaşdırmada ardıcıllığı qeyd edək. Nə gəlir birinci? Standartlar, İllik məşğələ yoxsa planlaşdırmada- məşğələ standart? Yox, birinci standart gəlirdi, sonra məşğələ, Məşğələnin növü, aha. mövzu, sonra gəlirdi inteqrasiya, resurslar və tarix. Demək, illik planlaşdırmada nə var ki, biz dedik o caridə yoxdur? İllik planlaşdırmada var. Tarix, bir də məşğələnin növü. Bəli, məşğələnin növü Düzdürmü? var ki, o bəli, caridə yox. Cari plan. Bəs caridə nə var ki, illikdə yoxdur? Caridə mövzu var, amma illik planlaşdırmada yoxdur. Daha sonra caridə iş forması, iş üsulu var, ancaq illikdə yoxdur. Aha, düzdür. Ümumi təlim nəticələrinə istinad edən planlaşdırmamız hansıdır? Ümumi təlim nəticələri illik planlaşdırma. Bəli. Alt standartların həyata keçirilməsi məqsədli aparılan planlaşdırmamız necə adlanır? Cari planlaşdırma. Doğrudur. Sizə görə dəstəkləyici mühit necə qurulmalıdır? Dəstəkləyici mühit demişdik ki, daha böyük anlayışdır. Çünki əvvəlcə uşaqların inkişafı mühiti burada dəstəklənir, daha sonra onların inkişafı nəzərə alınır. Hı hı. Onların inkişaf səviyyələrinə uyğun tapşırıqlar verilir. Dəstəkləyici mühit yəni- dedikdə hansı komponentlər nəzərdə tutulur? Necə? Dəstəkləyici mühit dedikdə hansı komponentlər nəzərdə tutulur? İnfrastruktur, komponent maddi var texniki idi. baza, uşaqların ruh halı. Düzdürmü? Bəli. Aha, yadda saxlayırdıq. İnfrastruktur dedikdə daşınmaz əmlak, bağçanın binası idi. Düzdürmü? Bəli. Maddi texniki baza A-dan Z-yə olan resurslarımız idi. Uşaq az öncə ruh halı dedik, yəni uşaqların emosional rifahı. Düzdürmü? Bəli, uşaqların Ruh halı. emosional vəziyyəti. Bəli. Əziz müəllimlər, nə dedik? Dəstəkləyici mühit inkişaf etdirici mühitdən daha böyük anlayışdır. Düzdürmü? Fərqli-fərqli anlayışlardır. Biz birinci dəstəkləyici mühiti qurmalıyıq, düzdür?
Yəni Bəli, müəllim. uşaq üçün bu mühiti yaradırıq. Həm tərbiyəçi uşaqların psixoloji durumunu nəzərə alır, həm müəllimin psixoloji durumu yerində olmalıdır. Uşaqların qəlbinə yol tapmalıdır və həmin o qrup, yəni infrastruktur düzgün, hansı ki, təlimin reallaşdırılması üçün uyğun bir mühit olmalıdır. Maddi texniki baza A-dan Z-yə olmalıdır, düzdürmü? Və daha sonra uşaqların bax hansı ki, inkişaf etdirici mühiti nəzərə alırıq. İnkişaf etdirici mühit nə idi? Qeyd elədik ki, uşaqları koqnitiv materiallarla təmin etməkdir, düzdürmü? Bəli, müəllim. Bir də inkişaf etdirici mühit demişdik ki, təlimin təşkilinə verilən tələblərdən idrak fəallığıdır. Didaktik prinsiplərdən isə inkişaf yönümlüdür. Bəli. Çünki az öncə də qeyd elədik ki, inkişaf etdirici mühit dedikdə koqnitiv materiallar, yəni idraki materiallarla uşağı təmin etməkdir. Və bu günlərin biz inkişaf etdirici mühiti nəzərə alırıqsa, təlimin təşkilinə verilən hansı tələbi reallaşdırmış olduq və özünüz də dediniz ki, idrak İdrak fəallığını. Bəli. Və bu gün inkişaf etdirici mühitin komponentləri vardır. Onları da qeyd edin. İnkişaf etdirici mühitin 3 komponenti var. Fiziki mühit, sosial mühit və zaman mühiti. Bəli. Fiziki mühit əyanilikdir. Sosial mühit əməkdaşlıq, zaman mühiti isə şəxsiyyət yönümlülüyə istinad edir. Fiziki mühit dedikdə nə nəzərdə tutduq? Maddi texniki baza, düzdürmü? Güşələrimiz, fəaliyyət mərkəzlərimiz. Və bu gün sən fiziki mühiti dedin nəzərə almaqla Materiallar, təlimin modellər, təşkilinə verilən tələblərdən təlimin əyanilik, təşkili, əyanilik. düzdür. Və bu gün sən fiziki mühiti nəzərə almaqla dəstəkləyici mühitin hansı komponentini nəzərə almış olursan? Fiziki mühitin dəstəkləyici mühitdə Maddi texniki bazasını. bəli. Düzdürmü? İnkişaf etdirici mühit özü neçə yerə bölünür? İnkişaf etdirici mühit özü 2 yerə bölünür. Bəli. Daxili inkişaf etdirici mühit və xarici inkişaf etdirici mühit. Daxili inkişaf etdirici mühit Montessori yanaşmasına uyğundur. Aha. Xarici inkişaf etdirici mühit Emiliya yanaşmasına uyğundur. Bəli. Yəni daxili dedikdə qrupun daxilində olan materiallardır. Xarici dedikdə yəni təbii elementlər nəzərdə tutulur ki, qum, daş, gil, yəni həyətdə olan, düzdürmü? Bağçanın həyətyanı sahəsində olan elementlərimiz nəzərdə tutulur. Düzdür? Bəli. Demək bir də sosial mühit təlimin təşkilinə verilən hansı tələb oldu? Sosial mühit əməkdaşlıq. Düzdür. Sizcə sosial mühit neçə yaşdan etibarən uşaqlarda formalaşır? Sosial mühit kiçik yaşlardan formalaşır da. Mən uşaqlar Orta qrupdan etibarən, kiçik orta Orta qrupdan. Çünki biz qeyd eləmişdik ki, əməkdaşlıq uşaqlarda 3-4 yaşından başlayır. Düzdür? Orta qrupdan Bəli. etibarən uşaqlarda əməkdaşlıq başlayır. Dedik ki, güşələr hansı mühitdir? Güşələr xarici mühit. Fiziki mühit. Güşələr hansı mühitdir? Fiziki mühit. Fiziki mühit. Düzdürmü? Sonra əgər xaricdən daxili desək, güşələr daxili mühitdir, xarici yox. Daxili mühitdir. Uşaqların bir-birinə qarşı emosional rəftarı, bir-birinə qarşı olan humanistliyi, bir-birinə qarşı o ilk addımı, təşəbbüskar olması hansı mühitin tələbinin qorunmasıdır? Sosial mühit. Sosial mühit. Bəli, sosial mühitdə uşaqların bir-birinə olan əməkdaşlığıdır, yoldaşlığıdır, empatiya qurmasıdır, düzdürmü? Bəli. Ay, sağ ol. Təşəkkür edirəm Leyla müəllimə. Sağ Çox sağ olun. Davam edək Nuriyə müəlliməmizlə. Axşamınız xeyir müəllimə. Xoş gördük əziz müəlliməmiz. Dedik ki, müəllimə 1-3 yaşa aid olan iş formalarımız hansılar oldu? Fərdi, müəllimə, yarım qruplarla kollektiv. 3-6 yaş. Deməli, fərdi qruplarla, cütlərlə, bir də kollektiv. Aha. Uşaqlar öz tempi ilə işləyir. Hansı iş formasında? Öz tempi ilə mənim fərdi iş formasında. Bəli, heç kəs ona müdaxilə etmir də, düzdürmü? Uşaqların Bəli, bəli. zəif və güclü tərəflərini müəyyənləşdirməyə xidmət edən iş formamız. Müəllimə, fərdidir də elə bu. Bəli, bəli. Düzdür. Uşaqlar bir-birinin işini dəyərləndirirsə, eyni zamanda Cütlərlə müəllimə. bəli, ən yaxın əməkdaşlıq, Cütlərlə, yaxın əməkdaşlıq, qruplarla. düzdür. Uşaqlar, bəzən utancaq uşaqlar təlimdən kənar qalır. Hansı iş formasında? Müəllimə, kollektivdir bu. Bəli, bəli. Düzdür. Bəzən yenə deyirəm, elə bəzən sual verirsən, aktiv uşaqlar tez cavab verir, utancaq, özünə qapalı Bəli. uşaqlar kənarda qala bilir. Ona görə də az öncə sizdən əvvəlki müəllimlərdə qeyd elədim ki, uşaqlara gözləmə vaxtı verilir. Bəli, vaxt verilir. Bəli, Düzdür. gözləmə vaxtı verilir, yadda saxlayırıq.
Bütün uşaqlar eyni problemin həllinə cəlb olunur. Hansı iş Müəllimə, bir formasında? yerdə işləmədə də kollektiv. Bəli, bəli, düzdür. Yaxşı. Hansı iş üsulunda hər hansı bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir? Uşaqlar hadisənin iştirakçısı olur, mövcud vəziyyəti öz gözü ilə Müəllimə, görməyə süjetli çalışırlar. rollu oyunlardır. 1-3 yaşlılar iş üsullarından süjetli rollu oyunlardır. Aha. Uşaq yəni oyunu oynayıb kənardan özünü Demək görmə bu 1-3 potensialı olur. yaşda süjetli rollu oyundur. O 3-6 birisi də yaşda müəllimə oyunlardır. oyunlardır. Əziz müəllimlər, Bəli. eyni məzmun da testlərdə heç vaxt ikisi bir yerdə verilmir. Amma hər zaman imtahanda bu düşür. 1-3 yaşa aid olan iş üsulları deyin Süjetli deyəndə rollu oyunlar. qarışdırmırıq. Yadda saxlayırıq ki, bu süjetli rollu oyun dedikdə bu 1-3 yaşda, oyunlar dedikdə 3-6 yaşdır. 3-6 yaşdır. Bəli. İdraki fəallığın artırılmasına böyük rol oynayır. Eyni zamanda məntiqi ardıcıllıq gözlənilir. Tənqidi təfəkkürün inkişafına doğru yönəlir. Məzmun və mövzu ilə əlaqəli olur. Söhbət hansı Müəllimə, iş üsulundan? problemli vəziyyətdir bu. Yox, yox, diqqətli ol, tələsmə. Yox. Məntiqi ardıcıllıq gözlənilir dedim. Bir neçə açar söz dedim. Müəllimə, suallardır, suallar. Bəli. Sonra dedim təfəkkürün inkişafına doğru yönəlir. İdraki dedim fəallığın artırılmasına rol oynayır. Aydındır? Suallar. Aha, bəli. Suallar 4-5 Bəli. arasında o məqsəd daha doğrusu 4-5 yaş 4-5 arası suallar olmağı məqsədə uyğun hesab Ay, olunur. sağ ol, düzdür. Mövzu ətrafında ideya, məlumat, təəssürat və təkliflərin qarşılıqlı mübadiləsidir. Mübadilə müəllimə. Bəli. Söz assosiasiyası. Nədir, necə öyrətmişdim? MM qaydası. Hə, müzakirə. Mübadilə, müzakirə. MM Müzakirə, bəli, qaydası. bəli. Yaxşı. Demək, deyirəm ki, ideyaların toplanmasıdır. Bəli, o Təlim əqli fəaliyyətinin stimullaşdırılmasıdır. Uşaqlara müdaxilə olunmur. Hər kəsin sərbəst düşünməsinə real imkanlar yaranır. Şərait yaranır. Müəllimə, əqli hücumdur və bütün məşğələlərdə də istifadə etmək mümkündür. Bəli. Bu sözlərə diqqət edirəm. Bax, imtahanda da salınmışdı ki, bu hansı iş üsuludur ki, uşağa müdaxilə olunmur və fikirlərin sərbəst toplanmasına imkan verilir əqli hücumda. Bəli. Digər adı Əqli beyin hücum. həmləsidir, bəli. Amma qarşılıqlı, baxın, mövzu az öncə dediyim mövzu ətrafında ideya, məlumat, təəssürat, ideyaların mübadiləsi dedikdə MM qaydası, Müzakirəni. amma Aha. ideyaların toplanması dedikdə Toplanması bu isə əqli hücumdur. Aydındır? Bəli. Yaxşı. İnandırıcı nitq nümayiş etdirirlər. İnandırıcı nitq. Hardaydı? Hansı iş üsulundaydı inandırıcı nitq? Faktlara, hadisələrə istinad edərək. İnandırıcı nitq. Hansında ola bilərdi ki? Əlbəttə müzakirədə. Bəli, Aydındır? Bəli. Ona görə də Bir də ünsiyyət və Qapalı kommunikasiya. suallar vermək məqsədə uyğun hesab edilmir. Məsələn, orada uşaq deməli nə baş verdi, nə üçün baş verdi? Yəni qısa olaraq bəli, xeyr sözlərindən istifadə etmək olmaz. Bəli, açıq tipli suallar verir. Ona görə deyirik ki, ünsiyyət və kommunikativ bacarıqlar formalaşdırılır. İnandırıcı Bəli. nitqdə nümayiş olunur burada. Yaxşı. Bəli. Hansında dedik ki, müəllimə, uşaqlar iç xatırladıqlarını deyirlər. Müəllimə, söz assosiasiyasındadır o. Aha, bəs köhnə bilin yada salınması. O şaxələndirmə klasterdədir. Deduktiv iş üsulu hansı idi? Deduktiv iş üsulu. Deduktiv iş üsulu, yəni ümumi anlayışda xüsusi prinsiplər çıxır. Məsələn, lövhədə meyvə şəkilləri qoyuruq, uşaqlar nə görürük? Alma, armud, heyvan, nar. Yəni ümumi anlayışdan xüsusi prinsiplər çıxır. Müəllimə, o şaxələndirmə deyildi. Ailə tablosunu qoyuruq. Ailədə kim yaşayır? Ana. Ailədə kim yaşayır? Ata. Bəli. Ümumiləşdirmə Şaxələndirmə aparmaqdır. klaster. Bəli. Ümumi anlayışdan xüsusi prinsiplər Bəli. çıxır. Düzdür? Ay, Bəli, sağ ol. bəli. Amma iç xatırladıqlar dedikdə, az öncə də qeyd elədik, söz Aha, assosiasiyasıdır. söz assosiasiyasıdır, Aha, bəli. doğrudur, müəlliməmiz. Yaxşı. Bəs hansına dedik şəklin görünməyən tərəfi uşaqlara olur, 2-3 yönəlici sözdən istifadə olunur? Mənim o tapmacadır. Bəli. Uşaqlara suallar verilir. Uşaqlar yəni o şəkillərə uyğun, sözlərə uyğun Demək, şəklin görünən tərəfi dedikdə şaxələndirmə klasterdir, görünməyən dedikdə tapmacadır. Tapmacadır. Düzdür. Yaxşı. Uşaqlar məktəbə hazırlığı dedikdə emosional iradə hazırlıq. Hansı oyunlar zamanı formalaşdırırıq uşaqlarda bunu? Müəllimə, qaydalı oyunlar. Rollu və qaydalı. Yaxşı. Rollu və qaydalı oyunlar zamanı formalaşdırır. Emosional iradə hazırlıq dedikdə nə başa düşürük?
Müəllimə, burada deməli məqsəd və nəticə yönümlülükdür. Bir də çətinlikləri aradan qaldırmaq istəyi, məktəbə də sevinclə getmək. Məktəbə getməyi sevinclə gözləmək daha doğrusu. Aha. Demək, yenə deyirəm, uşaqlar öz hisslərini idarə etməkdə çətinlik çəkirlər. Görürük ki, uşaq hiperaktivdir, bir yerdə qala bilmir, düzdürmü? Və Bəli. biz deyir uşaqlarda bunu necə formalaşdırır? Rollu və qaydalı oyunlar Rollu və zamanı qaydalı və oyunlarla, bir bəli, iki açar formalaşır. sözümüz daha var ki, burada çətinlikləri aradan qaldırmaq, məqsəd və nəticə yönümlülük də emosional iradə hazırlığa aiddir. Düzdür? Bəli müəllimə, bəli. Sağ şəkildə qeyd edirdik. Yaxşı. Bizim burada psixi proseslərimiz vardı, yəni idraki proseslərimiz vardı. Gəlin Bəli. onlardan sual verək. Məsələn, deyirəm ki, personajların güclü zəif tərəflərini, oxşar fərqli cəhətlərini, müsbət mənfi tərəflərini müəyyənləşdir. Tərbiyə Təfəkkürün inkişafı. Ayza, tərbiyəçi bu sualı verməklə uşaqlarda deyəcək hansı psixi proses formalaşdırır? Təfəkkürün Təfəkkür. inkişafıdır. Yəni burada bir ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə varsa, Bəli. eyni Daha əşyada çətindirsə, eyni mən həmişə əşyada yadıma fərqi tapmaq, saxlayıram. Aha, bəli. eyni əşyada fərqi tapmaq. Eyni əşyada fərqi tapmaqdırsa bu diqqətdir. Bəli, düzdür. Uşaq getdiyi yolu qayda bilmir. Hansı psixi proses zəifdir? Hafizədir müəllimə, yaddaşı zəifdir. Uşaq unutqandır, şeiri yadda saxlaya bilmir. Hafizədir müəllimə, yaddaşı zəifdir. Ay, sağ ol. Yaradıcı oyunların növləri hansı psixi prosesdir? Təfəkkürdür müəllimə. Yaradıcı oyunların növləri təxəyyül. Yaradıcı Yaradıcı, oyunların aha, növləri təxəyyül. təxəyyüldür, bəli. Bəli. Yaxşı, deyirəm ki, müəlliməmiz, tərbiyəçi uşağa deyir ki, danışdığın nağılda mənfi obrazın adı nə idi? Bu hansı psixi proses olar? Müəllimə, hafizəsi olar da, Bax, yaddaşın aha. inkişafıdır, düzdür? Danışdığım nağılda mənfi obraz, sadəcə mənfi sözünü deməklə səni çaşdırmaq istəyirəm. Mən demədim ki, mənfi ilə müsbəti fərqləndir. Sadəcə deyirəm mənfi obrazın adı nə idi? Buna bizə nə lazımdır? Hafizə. Düzdürmü? Hafizə, bəli. Müsbət obrazın da Bəli. adını soruşa bilər, mənfi obrazın da. Buna bizə nə lazımdır? Yaddaş lazımdır, düzdürmü? Yaddaşı. Ona görə də Düzdür mənfi, müəllimə. müsbət səni çaşdırma. Amma desəydi ki, mənfi və müsbət Aha. obrazı fərqləndir, mühakimə yürüdür, Təfəkkür. əsaslandır, onda bizə təfəkkürdür və qeyd edək ki, psixi Təfəkkür. proseslərdən təfəkkür ən mürəkkəbidir. Düzdür? Bəli, ən çətin, bəli. Deyirəm ki, ümumi anlayışlı sözü tap. Hətta bu imtahana düşən suallardan biridir. Ümumi anlayışlı sözü tap. Məsələn, iyun, avqust. Və yaxud da yaz, yay, payız, qış. Uşaqlar, burada ümumi anlayışlı söz nədir? Bu tapşırıq uşaqlarda hansı psixi prosesi inkişaf etdirir? Yəni təfəkkürün inkişafıdır. Bəli, bəli ki, məsələn, yaz, yay, payız, qış. Sadalama var həm də. Ümumi anlayışlı Bəli. söz nədir? Takki. Bəli. Aydındır? Aha. Fəsillər bu şəkildə. Bəs artıq sözü tap desəm? Necə? Artıq sözü tap. O da təfəkkürdür Məsələn, müəllimə. aha, meyvələr qoyursan, yanına bir dənə tərəvəz qoyursan. Deyirsən burada artıq olan nədir? Artıq olanı tapmaq, sözü tapmaq, bəli, təfəkkürdür. Təfəkkürdür müəllimə. Bəli. Demək, ümumi anlayışlı sözü tapmaq, artıq sözü tapmaq nə oldu? Təfəkkür. Təfəkkür. Düzdür. Yaxşı, tərbiyəçi uşaqlara şəkillər göstərir. Bir neçə şəkil Hı. göstərir. Daha sonra isə uşağa deyir gözünü yum və tərbiyəçi uşağın qarşısında olan şəkilləri götürür. Və uşaq gözünü açır Götürür. və deyir ki, az öncə sənə hansı şəkillər göstərmişdim? Müəllimə, hafizədir o. Ay, Hafizə. sağ ol. Amma Yaddaş. şəkillər uşağın gözünün qarşısındadsa, Qabağında olsaydı müəllimə diqqət ay, olacaqdı. sağ ol. Sadəcə şəkillərin yerini dəyişirsə, bu zaman diqqətdir. Çünki uşaq şəkli görür. Aydındırmı? Bəli. Gördüyü üçün buna artıq diqqət lazımdır ki, burada yer dəyişmə olunur. Buna görə də az öncə də vurğuladım. Dəyişiklikdə yer dəyişmə desə diqqətdir, amma şəkillər götürülüb. Artıq uşağa yaddaş lazımdır və yaxud şəkil göstərmədən ardıcıl bir neçə söz deyirsən uşağa. 5 söz Bəli. deyirsən, məsələn, alma, armud, heyvanlar. Uşaqdan da tələb edirsən ki, bu ardıcıllıqla desin. Uşağa nə lazımdır? Yaddaş. Hafizə. Yaddaşını möhkəmləndirsən də uşağın, düzdür? Psixi Düzdür, proseslərdən yaddaş deyirik ki, bəli. Çünki yadında saxlamalıdır. Elədir? Bəli. Ay, Düzdür müəllimə, düzdür. bəli. Bir də bu sualıma cavab ver. Uşaqla hə, yox oyunu oynayırsınız. Qapalı tipli suallar versiniz. Hə, yox sözünə də qadağa qoyursunuz. Aha. Müəllimə, onda həmişə çaşıram mən, nitq deyirmişəm, bilmirəm. Nitq deyil Bax, deyəsən. bax belə deyirdim, şou proqramlarda var. Hə, yox oyunu oynayırlar. Bəli, xeyir, hə, yox sözünə qadağa qoyulur burada. Qapalı tipli suallar verilir. Aydındır? Məsələn, atanı Aha. sevirsən, sevirəm, yaxud da sevmirəm deyəcək, konkret. Aha. Buna bizə nə lazım? Diqqət.
Qapalı. Aysa, Aha. onda Amma mən həm hə yox xoşlayıram söz müəllimə, oyunu nitqlə. oynayırsan və bu Mhm. hə yox sözünə qadağa qoyursan və yaxud da bəli xeyir sözünə qadağa qoyursan, açıq tipli suallar versənsə, niyə, nə Aha. üçün, başqa cür ola bilərdimi? Sən Mhm. olsaydın onu yerinə necə edərdin? Bu nə olacaq? Nə Aha. üçün? Nitqdir. Nitqdir müəllimə, nitqdir. Aydındır. Demək, Bəli. qapalı tipli olsa dedik diqqətli, düzdürmü? Çünki Diqqətli, diqqətli bəli. olmalıdır ki, buna inanclara hansı ki, hə, yox, bəli, xeyir sözünü istifadə Bəli, bəli. etməsin, düzdürmü? Mhm. Sadəcə qısa Düzdür. şəkildə fikrini ifadə etsin. Digərində də açıq Aha. tipli, artıq fikrini geniş Aha. şəkildə icra edəcək, İfadə düzdür, ifadə etməli, edəcək. danışmalıdır. Bəli, Bəli müəllimə, ona da nitq bizə nə olmalıdır uşağın. lazımdır? Nitqdir. Nitq. Aydındır? Bəli müəllimə. Ay, sağ ol, doğrudur. Bir də mənə cari planlaşdırmanın ardıcıllığını deyin. Müəllimə, deməli cari planlaşdırmada standart mövzu, məqsəd, iş forması, iş üsulu, resurslar, bir də inteqrasiyadır. Demək standart mövzu, məqsəd, inteqrasiya, Aha. iş forması, iş üsulu, İş üsulu, resurslar. resurslardır, düzdür. Dedik caridə nə var idi ki, o illikdə yoxdur? Müəllimə, caridə olan mövzudur, mövzu. Bir də hansı idi? Mövzu İş ilə forması, məqsəd iş idi. üsulu. Yaxşı. Ay, aha, bəli. Aha. Ümumi təlim Bəli. müəssisəsinə istinad edən planlaşdırmamız necə adlandı? Ümumi təlim illik Bəs planlaşdırmadır. təlim Bu əsas müəssisəsinə istinad standartdan edən çıxır. planlaşdırmamız? Həftəlik planlaşdırma. Ay, sağ ol, düzdür. Əsas standartların həyata keçirilməsi məqsədilə aparılan planlaşdırmamız? İllik planlaşdırma. Amma alt müəllimə, standartların həftəlikdə həyata keçirilməsi həftəlik. məqsədilə aparılan? Cari planlaşdırma. Düzdür. Planlaşdırmada tərbiyəçi müəyyən səbəblərdən dəyişiklik edə bilər? Edə bilər müəllimə. Düzdür. Varislik hansı planlaşdırmada qorunur, ardıcıllıqda qorunur? Varisi müəllimə psixoloji ardıcıllıqda. Tarix sadədən hansı mürəkkəbə ardıcıllıqda adam. qeyd olunur? Xronoloji ardıcıllıqda. Düzdür. Məntiqi ardıcıllıq dedikdə nə başa düşürük? Müəllimə, burada mövzular məntiqi cəhətdən, yəni bir-birini tamamlamalıdır, uyğun olmalıdır. Aha, məzmunun, yəni məntiq cəhətdə bir-birinin Məzmun, bəli, məntiqi tamamlanmasıdır. cəhətdən Az öncə də onu tamamlanmalıdır. izah etdim ki, yəni həftə ərzində meyvələr Bəli. mövzusunu keçiriksə, yəni bu bütün məşğələlərdə, istər ətraf aləmdə, istər Aha. bədii təfəkkür, istər təsvir fəaliyyət məşğələlərində bir-birini tamamlamalıdır. Düzdür? Tamamlamalıdır. Meyvələr mövzu. Bəli, Hətta bu müəllimə. sizin fəaliyyətlərinizdə də, səhər fəaliyyətində də, gəzintidə mütləq şəkildə Mhm. bu mövzu ilə bağlı olmalıdır, məzmun. Olmalıdır. Aydındır? Nurə müəllimə. Bəli, müəllimə. Ay, sağ ol, çox gözəl. Təşəkkür edirəm sizə də. Çox sağ olun müəllimə. Çox sağ olun. Sübhanə müəlliməmiz. Sübhanə müəllimə burdadır, yoxsa Günay müəlliməmiz? Bəli, bəli, buradayam. Sübhanə müəlliməm. Aha. Başlayaq. Bəli, müəllimə. Aha. Yaxşı. Siz bizə qeyd edin müəlliməmiz. Dedik ki, hansı iş üsulunda diqqət edirsiniz? Hansı iş üsulunda dedik ki, müqayisəli qiymətləndirmə imkanı verir? Müqayisəli qiymətləndirmə Aha. müzakirə Müqayisəli qiymətləndirməyə imkan verən uşaqlar da öz inkişaf dinamikasını dərk edirlər. Əvvəl necə idi, indi necədir? Hansı iş üsulu idi? Uşaqlar bəli, uşaqlar iç xatırladıqlarını deyirlər, düzdürmü? Məsələn, yenə deyirəm, tutaq ki, müəllim heyvanlar mövzusuna keçəcək. Keçməmişdən əvvəl müəyyən şəkillər uşaqlara göstərir. Deyirək uşaqlar nə görürsünüz? Tutaq ki, pişik görürlər, inək görürlər. Başlayırlar məsələn o haqqda ilk təəssüratlarını demək ki, nənəgildə də pişik var idi. Biz kəndə gedəndə pişik gördük. Mən ona yemək verdim. İlk təəssürat nədir? Sadəcə uşağın öz bildiyi təəssüratlarını mənə deyir. Və mən bundan sonra mövzunu keçirəm, informasiyanı verirəm. Görüm mənim uşağım əvvəl necə idi, indi necədir? Aydındır? Yəni bu tərbiyəçi müqayisəli qiymətləndirməyə imkan verir. Ona görə də uşaqlar iç xatırladıqlarını deyirlər. Müqayisəli qiymətləndirməyə imkan verən uşaq da öz inkişaf dinamikasını, yəni əvvəl necə idim, indi necə idim ki, anlayırsa, bu söz assosiasiyasıdır. Bəs ümumi anlayışdan xüsusi prinsiplər çıxır. klaster. Şaxələndirmə klaster, bəli. Şəklin görünməyən tərəfi uşaqlara olur, 2-3 yönəlici sözdən istifadə olunur, bəli. Məlumatın tərbiyəçi müəllim tərəfindən uşağa ötürülməsi, uşaqda isə dinləmə bacarıqlarının inkişafı iş üsulu hansı idi? Nağıl etmə. Düzdür. Nağıl etmədə zaman ardıcıllıq gözlənilir, yoxsa məntiqi ardıcıllıq? Nağıl etmədə zaman ardıcılığı göstərilir, amma məntiqi ardıcıllıq suallardadır. Bəli. Harda dedik ünsiyyət və kommunikativ bacarıqlar formalaşır? Müzakirə iş üsulunda. Müzakirədə düzdür. Harda dedik inandırıcı nümayiş etdirirlər?
İnandırıcı da müzakirə müəllimə. Müzakirədədir, düzdür. Hansı iş üsulunda dedik tənqid, təfəkkür, təhlil etmə, ümumiləşdirmə vərdişləri inkişaf etdirilir. Uşaqlar Problemli vəziyyət. bəli 4-5 nəfərlik qrupa bölünür və qeyd eləmişdim 4-5 nəfərlik qrupa bölünür problemli vəziyyətdə. 4-5 sual verilir suallarda, düzdür. Hər hansı bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir. Uşaqlar hadisələrin iştirakçısı olur, mövcud vəziyyəti öz gözü Rollu oyunlar. Bəli, düzdür. Bəs hansını dedik ki, birgə səy nəticəsində konkret problemin bir neçə həllin işlənib hazırlanması və müəyyən bəli, vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının toplanmasıdır. Düzdür. Yaxşı uşaqların diqqətinin, təfəkkürünün, qavrayışının inkişafına xidmət edən iş üsulumuz diqqətin, təfəkkürün, qavrayışın, kiçik motorikanın inkişafına xidmət edən iş üsulumuz didaktik oyunlar. 1-3 yaşda istifadə olunan didaktik oyun. Yaxşı, uşaqlarda yenə deyirəm, diqqətin, təfəkkürün, qavrayışın, kiçik motorik hərəkətlərin inkişafına xidmət edən iş üsulumuz didaktik oyunlarıdır. Yaxşı. Dedik 3-6 yaşda hansı iş formalarından istifadə olundu? Cütlərlə, kollektiv qruplarla, bir də fərdi. Düzdür. Hansı iş formasına dedik ki, müstəqil fikir söyləmək var? Qruplarla. Bəs müstəqil fəaliyyət göstərmək? Fərdi. Düzdür. Utancaq uşaqlar təlimdən kənar qala bilir, hansındaydı? Fərdi müəllimə. Utancaq uşaqlar təlimdən kənar qala bilir kollektivdə. Kollektivdə. Düzdürmü? Bütün uşaqlar eyni problemin həllinə cəlb olunur. Eyni problemin bu kollektiv müəllimə. Bəli. Kollektiv iş formasının mənfi xüsusiyyəti? Kollektivin mənfi xüsusiyyəti odur ki, xaotik səs-küy yarana bilər. Bəs işgüzar səs-küy hardadır? Qruplarla müəllimə. Düzdür. Konflikt harda yaranır? Cütlərlə. Düzdür. Fərdi iş formasının mənfi xüsusiyyəti? Vaxt çatışmamazlığı. Dəstəkləyici mühit dedikdə hansı komponentlər nəzərdə tutuldu? Dəstəkləyici mühitdə müəllimə. Müəllimə üzr istəyirəm. Narahat olmayın. 3 komponenti var. Maddi texniki baza, daşınmaz əmlak, psixoloji mühit. Yəni maddi texniki baza deyəndə müəllimə A-dan Z-yə bütün əşyalar, yəni qrup daxilidir, resurslar. Bəli. Daşınmaz əmlak dedikdə musiqi zalı, bağçanın binası, idman zalı. Psixoloji mühit dedikdə təhlükəsiz mühit olmalıdır, qorxu, həyəcan olmamalıdır, yəni belə. Demək, dəstəkləyici mühit dedik, bir daha deyirik, maddi texniki baza dedik, infrastruktur dedik və uşaqların ruh halı. Bəs inkişaf etdirici mühitin komponentləri hansılardır? Müəllimə İnkişaf etdirici mühitin komponentləri. Müəllimə bu 2 yerə bölünür. İnkişaf etdirici mühitin komponentləri 2 yerə ayrılır. Xarici bir də daxili. Xarici, yəni uşaq bağçanın O inkişaf etdirici mühit özü 2 yerə ayrılır. Amma komponentləri fiziki, sosial, zaman mühitidir. Fiziki, sosial... Buyurun, dinləyirəm sizi. Qrupda olan əşyalar, mebellər, bu da Montessori nəzəriyyəsinə aiddir həm də, nəzəriyyələrimizdən, yəni güşələr. Burada əyanilik təşkil olunur. Sonra sosial mühit dedikdə, yəni əməkdaşlıq, valideyn, müəllimə əməkdaşlığı, yəni bu da 3-4 yaşdan başlayır, orta qrupdan. Sonra zaman mühiti, burada da gün ərzində olan fəaliyyətlər, yəni adaptasiya müddəti. Bəli. Demək, zaman mühiti dedik ki, fəaliyyətlərin ardıcıllığıdır, düzdürmü? Gün rejimidir, elədir və uşağın adaptasiyası da zaman mühiti, düzdür? Bəli. Ay, sağ ol. Bu kəfiyyət önəmlidir müəllimə. Uşaqlar demək, bir-birlə əməkdaşlıq edərsə hansı mühit oldu? Bir-birlə sosial mühit. Bu zaman biz uşaqları açıq düşüncə tərzinə salarıq, yoxsa qapalı? Açıq. Əlbəttə, açıqdır, düzdürmü? Yaxşı, sosial mühit dedik. Yavaş-yavaş verin. Bəs sosial mühit təlimin təşkilinə verilən hansı tələbdir? Sosial mühit əməkdaşlıq deməkdir. Təlimin təşkilinə Düzdür, əməkdaşlıqdır, özünü həyəcanlandırma. Zaman mühiti müəllimin hansı bacarığı olar? Müəllimin
təşkilatçılıq bacarığı. Ay, sağ ol, düzdür. Zaman mühitinin fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsi götürə bilərəm? Fiziki. Hı -hı. Bəli, müəllimə, gün rejimi var axı burada. Aha, düzdür. Yaxşı. Uşaqların bir-birinə qarşı olan o humanistliyidir, təşəbbüskarlığı da hansı mühit Sosial oldu? mühit. Sosial. Düzdür. Güşələr hansı mühitdir? Daxili mühitdir müəllimə. Eyni Fiziki zamanda mühit də fiziki müəllimə, mühitdir. Ay, fiziki, sağ ol. bəli. Yaxşı. Bizim bu dəstəkləyici mühitin, inkişaf etdirici mühitdən fərqi nədir? Onu da qeyd edin. Dəstəkləyici necə müəllimə? Dəstəkləyici mühitdən inkişaf etdirici mühit eyni anlaşdırmı sizə görə? Məncə bəli də müəllimə. Axı eyni deyil. Az öncə də bax dinlədi sizə dedim ki, dəstəkləyici mühit inkişaf etdiricidən fərqlənir. Çünki birinci tərbiyəçi dəstəkləyici mühit daha böyük anlayışdır. Sonra hə müəllimə. Ay, sağ ol. Sonra o birisini eləməli, hə. Birinci inkişaf etdirici olmalıdır, sonra dəstəkləyici. Yox, əksinə. Birinci dəstəkləyici olmalıdır, sonra inkişaf etdirici. Ay, sağ ol. Çünki dəstəkləyici Bəli. mühit qurulmalıdır. Diferensiallıqdır da müəllimə. Burada diferensiallıq nəzərə alınmalıdır. Mühit yaxşı olmalıdır. Uşağın ruh halı olmalıdır. Avadanlıqlar, yəni yaxşı olmalıdır da. Koqnitiv materiallar olmalıdır. Bəli, İdrak düzgün mühiti quraq dedikdə, yəni tərbiyəçinin Bəli. 4 inkişaf sahəsinin tələblərinin nəzərə alınması, o Bəli. cümlədən pedaqoji psixoloji nəzəriyyələrin tələblərinin nəzərə alınması, eyni zamanda uşaqların fərdi, individual, diferensial yanaşması və uşaqların ruh halının nəzərə alınması, özünün psixoloji durumunun yerində olması. Aydındır. Bəli. Ona görə də biz birinci dəstəkləyicini qurmalıyıq. Daha sonra Bəli. uşaqları inkişaf İnkişaf etdirməliyik. etdiricini. İnkişaf etdirici mühit isə koqnitiv materiallarla uşaqları təmin Bəli. etməkdir, düzdürmü? Koqnitiv, yəni Bəli. idraki, uşağın zehnini, Bəli. təfəkkürünü inkişaf etdirən materiallar. Elədir? Yəni müəllimə stolüstü oyunlar, riyaziyyat, elm güşəsi bunlar hamısı buna aiddir. Demək, müəlliməmiz, indi bizə Hı. qeyd edin. İnkişaf etdirici bax mühitimiz təlimin təşkilinə verilən hansı tələb olar? Müəllimə bu inkişaf yönümlü. Təlimin təşkilində özün bilirsən. Diqqətli ol. Bax, indi sən inkişaf etdirici mühiti qurmaqla təlimin təşkilinə verilən hansı tələbə əməl etmiş olarsan? İdrak mı? Ay, sağ ol. İdrak fəallığı da. Çünki orada deyirdik də uşaqları koqnitiv materiallarla təmin etməyə. Dedim də bayaq müəllimə, onu mən dedim Düzdürmü? də bayaq. İdrak fəallığı. Düzdür? Bəli. Aha, unutmuruq. Yaxşı. Siz indi bizə deyin, Mən- fiziki hazırlıq nədir, emosional iradə hazırlıq nədir? Müəllimə, fiziki hazırlıq, yəni emosional hazırlıq uşağın Uşaqları məktəbə fiziki hazırlığı dedikdə nə başa düşürük? Emosional hazırlığı dedikdə nə başa düşürük? Yəni emosional hazırlıq, fiziki hazırlıq deyəndə, yəni uşağın kiçik motorikası öyle hazır olmalıdır. Yəni tutaq ki, məsələn, ayaqqabını geyinməyi, bağlamağı, yəni hər bir ruçkanı tutmağı bilməlidir. Yəni burada sensomotor, yəni Yəni deyir uşaq ayaqqabısının bağını bağlaya bilmirsə, köynəyini düymələyə Bəli, bilmirsə, düzdürmü? Sabah o qələm də tutmaqda Bəli. çətinlik çəkəcək. Bəli, Çünki bəli. motorika inkişaf etmir bax, düzdürmü? Uşaq muncuğu Bəli. ipə düzə bilmirsə, biz əvvəlcə nə edirik məktəbə qədər təhsil müəssisələrində? Uşağın motorikasını, kiçik motorikasını Bəli. inkişaf etdirir, düzdürmü? Fəaliyyətlərə qoşaraq. Ona görə Emosional dedikdə, Aha. bəli, emosional dedikdə mən burada idraki hazırlıqdır. Yəni gülmək, ağlamaq, qəmgin olmaq hamısı buna aiddir. Yəni uşaqların emosional idarə etmək lazımdır. Yəni qaydalı rollu oyunlar vermək lazımdır. Özlərini ifadə etmək, yəni bilməlidir. Emosional iradə hazırlıq yəni budur. hissləri ilə bağlıdır da, düzdürmü? Bəli. Aha, Bəli. eyni zamanda nə dedik? Çətinlikləri aradan qaldırmaq, məqsəd və Bəli, nəticə bəli. yönümlülük də bizim emosional iradə hazırlığa aiddir. Və hansı oyunlar zamanı dedik uşaqlarda formalaşdırır? Necə müəllimə? Rollu və qaydalı. Qaydalı rollu oyunlar. Rollu və qaydalı oyunlar zamanı uşaqlarda deyirik ki, emosional iradə hazırlığı formalaşır. Müəllimə, hiperaktiv uşaqlarda hansı psixoproses zəif olur? Məsələn, deyirəm uşaq sakit otura bilmir. Daim hərəkətdədir. Yəni burada məncə diqqət, idraka aiddir. Bəli, diqqət zəif olur, düzdür. Bəli. Məşğələnin motivasiya mərhələsi hansı psixoprosesdir? Diqqət, idraka aiddir. Bəs aktuallaşdırma mərhələsi dediyi hansı psixoproses idi?
Aktuallar bu da müəllimə idraka aiddir. Yox, bu hafizədir. Aktuallaşdırma nə tələb edir? Köhnə biliyin yada salınması Bir da. dəqiqə üzr istəyirəm. 1 saniyə xahiş edirəm. Buyurun, buyurun. Buyurun müəllimə. Məşğələnin aktuallaşdırma mərhələsi köhnə biliyin yada salınmasıdır. Ona görə bizə nə lazımdır? Yaddaş. Bəli, bəli, bəli. Onda nə olacaq? Hafizə. Bəli. Yaxşı. Göstərilən əşyanın mahiyyətini, faydasını deyən uşaqda hansı bir sinf prosesi inkişaf edir sizcə? Bunda müəllimə təfəkkür. Çünki nə demişdik? Əsaslandıran, sübutlar gətirən, mahiyyətini deyən, düzdürmü? Bəli. Bu təfəkkürdür. Eyni əşyada fərqi tapmaq. Təfəkkür müəllimə. Adaptasiya prosesi yaşayan uşaqlarda hansı bir sinf prosesi zəifdir dedik? Hafizə. Nağılı səhnələşdirdiksə, yox, adaptasiya problemi yaşayan uşağa hafizə lazım deyil. Diqqət prosesi. Diqqətini cəmləyə bilmir də, düzdürmü? Uyğunlaşa bilmir. Aydındır? Nağılı səhnələşdirdiksən, bu hansı bir sinf prosesdir? Təxəyyül. Nədir? Təxəyyül. Təxəyyül. Düzdür. Ay sağ ol. Uşaqlara deyirəm ki, uşaqlar uçan xalçanız olsaydı nə edərdiniz? Bu hansı bir sinf prosesdir? Yəni bu təxəyyül. Düzdür. Demək nə dedik? Fantaziyalara əsaslanan uşağın öz icadı, öz fantaziyası varsa, bu nədir? Məsələn, deyirəm uşaqlar, ağaclar bir-birlə danışsaydı, sizcə bir-birlərinə nə deyərdilər? Təxəyyül müəllimə. Düzdür. Ay Bəli. sağ ol. Uşaqlar, yolu keçərkən işıqora nəzər yetirin. Hansı bir sinf prosesi inkişaf edir burada? Diqqət. Bəli, ehtiyatlı ol. Çünki burada da bir açar sözümüz var. Ehtiyatlı olmaq diqqət tələb edir. Düzdürmü? Şəklə bax və şəkil üzrə nağıl qur. Təxəyyül də. Təfəkkür müəllimə. Niyə ki, nağıl quracaq da, ona nə lazımdır? Təxəyyül. Uyduracaq da, düzdürmü? Bəli. Və yaxud da hekayəni yarıda saxlayıram, deyirəm hekayənin sonunu sən hazırla və yaxud da sonunu sən təxmin et. Nə olacaq? Təxəyyül. Bəli, özü uyduracaq da, özü danışacaq. Uyduracaq da, mən uydurma var. Bəli. Uşağa 10 dənə meyvə adı çəkirəm. Daha sonra sadaladığım meyvələrin xatırla deyirəm və yaxud da adını çək deyirəm. Bu hansı psixoprosesdir? Təfəkkür. Neyi təfəkkürdür ki, neynədir ki uşaq burada? Hafizə müəllimə, hafizə. Hafizədir. Bax bu anlayışda da, Yaddaşına bəli. baxın bir nümunə də çəkirəm, diqqətli olun. Deyirəm 10 dairəsində say. Bizə nə lazımdır? Hansı psixoprosesdir bu? Hafizə. Ay sağ ol. Amma deyirəm 10 dairəsində əməliyyatları yerinə yetir. Bizə nə lazımdır? Təfəkkür. Ay sağ ol. Demək çalışmaları, tapşırıqları yerinə yetirmək üçün mənə nə lazım oldu? Təfəkkür. Amma 10 dairəsində say deyirəmsə buna yaddaş lazımdır. Düzdür? Hafizə. Biri var deyirəm həndəsi fiqurları adlandır. Nə lazımdır? Adlandırsa təfəkkür. Adlandırmaq təfəkkür lazım. Özünüz Hafizə. hafizədir. Bəli. Amma həndəsi fiqurları fərqləndir. Təfəkkür. Təfəkkür. Aydındır? Demək adlandırmağa mənə hafizə lazımdır. Çünki primitivdə yaddaş lazımdır. Yadıma düşsün ki Bəli. deyim. Yadıma düşsün ki sayım. Yadıma düşsün ki heyvanları adlandırım. Bir də var deyir heyvanları fərqləndir. Mühakimə yürüt. Yaxşı. Burada bizə nə lazım oldu? Təfəkkür. Düzdür Günay müəllimə? Bəli, bəli. Qaranlıq qalan məqam oldu. O müəllimə biraz başqa müəllimələr də girib deyə həyəcanla. Narahat olmayın. Təşəkkür edirəm sizə Günay müəllimə. Səma müəlliməmiz. Axşamınız xeyir müəllimə. Xoş gördük Səma müəllimə. Planlaşdırmadan danışaq. Məktəbəqədər təhsil müəssisələrində planlaşdırmanın neçə növü var? Planlaşdırmanın 2 növü var. Bəli. Perspektiv illik planlaşdırma və cari planlaşdırma, həftəlik planlaşdırma. Aha, yaxşı. Hansı planlaşdırma dedik əsas standartların həyata keçirilməsi məqsədilə aparılır? Perspektiv. Aha. İllik planlaşdırma. Bəs alt standartların həyata keçirilməsi məqsədilə aparılan? Cari planlaşdırma. Düzdür. Ümumi təlim nəticəsinə istinad edən? Perspektiv illik planlaşdırma. Ümumi təlim nəticəsi deyiriksə perspektivdir. Amma sadəcə təlim nəticəsinə istinad edən? Cari planlaşdırma. Cari planlaşdırmamızdır. Planlaşdırma zamanı tərbiyəçi hansı ardıcıllıqlara diqqət edir?
Standartlar. Ardıcıllıqlara Eee, diqqət edin. Yox, demədim. Hansısa planlaşdırma ardıcıllıqları Psixoloji istəyirəm sizdən. ardıcılıq, xronoloji Məntiqi, ardıcılıq və psixoloji, xronoloji. məntiqi Aha, ardıcılıq. aha. Gəlin baxaq görə məntiqi Məntiqi ardıcıllıq dedikdə nə başa düşürük? məntiqi ardıcılıq Aha. təbiəti Məzmunun bir-birini mövzuları tamamlamasıdır. məntiqi Məzmunun. cəhətdən bir-birini bəli, Aha. bir-birinin məntiqi cəhətdən bir-birini tamamlamalı. Bir də ki, Aha. onlar arasında əlaqə yaratmalıdır. Yəni mövzular bir-birini tamamlamalıdır. Düzdürmü? Yəni mən mövzularımı məşğələ, həmin həftə ərzində elə seçməliyəm ki, hətta fəaliyyətlərim, yəni meyvələr keçirəmsə, səhər fəaliyyətində də, səhər müşahidəsi də meyvələrin müşahidəsi, meyvə tablosunu, özü belə olmasa, meyvə tablosunu müşahidə edirəm. Aydındır? Aha. Ona görə deyir, məzmun bir-birini tamamlamalıdır. Bəs psixoloji ardıcıllıq nədir? Psixoloji ardıcıllıq varislik prinsipinə Aha. Düz deyir. istinad Sadədə edir. mürəkkəbə prinsipidir də. Burada Ona görə də bizə deyəndə ki, varislik hansı ardıcılıq ardıcıllıqda gözlənilir? Deyirik psixoloji ardıcıllıqda. Bəs Bəli. tarix harda qeyd olunur? xronoloji ardıcıllıqda. Xronoloji ardıcıllıqda. Bəli. Yaxşı. Dedik ki, hansı iş formasında uşaqlara gözləmə vaxtı verildi? Kollektiv, Bəli. Hansı iş formasında bütün uşaqlar eyni problemin həllinə cəlb olundu? kollektivdə. Düzdür. Harda dedik uşaqlar bir-birinin işini dəyərləndirdi? Cütlərlə, Düzdür. Harda dedik uşaqlarda müstəqil fəaliyyət olur? fərdidə, Müstəqil fikir söyləmək? qruplarla, Bəli, düzdür. Bəs yaxşı, harda ən yaxın əməkdaşlıq qeyd elədik? cütlərlə, Yaxın əməkdaşlıq? qruplarla, Düzdür. Harda qeyd elədik ki, uşaqlar arasında xaotik səs-küy olur? Xaotik. kollektivdə, Bəs işgüzar? qruplarla, İşgüzar səs-küy qruplarladır. Bəs konflikt harda yarandı? cütlərlə, Düzdür. Uşaqların zəif və güclü tərəflərini və yaxud da potensial imkanlarını müəyyənləşdirməyə xidmət edən iş formamız fərdi. fərdi iş formasıdır. 1-3 yaşa aid olan iş üsulları hansıları idi? 1-3 yaşa aid olan fərdi yarım qruplarla, Yox, iş kollektiv. üsulu, iş üsulu. 1-3 yaşda Hı hı. Süjetli rollu oyunlar, bir hərəkətli oyunlar, bir də didaktik oyunlar. Ay, sağ ol, düzdür. Əvvəl sadə məzmunlu hərəkətli oyunlardan istifadə olunur, daha sonra isə kiçik qruplarda birgə təşkil etmək məqsədə uyğundur. Bu hansı iş üsulu idi? Necə müəllimə? Deyirəm, əvvəlcə sadə məzmunlu hərəkətli oyunlardan istifadə olunur, daha sonra kiçik qrup Hərəkətli oyunlar. kiçik, daha sonra isə birgə təşkil etmək məqsədə uyğundur. Bəli. Uşaqların diqqətinin, təfəkkürünün, qavrayışının, kiçik motor hərəkətlərini inkişaf etdirən iş üsulumuz hansıdır? Diqqətin. Didaktik oyunlar. Bəli, düzdür. Hər hansı bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir. Uşaq deyir, hadisənin iştirakçısı olur, mövcud vəziyyətdə öz gözü ilə görür. Hansı iş üsulu? Oyunlar. 1-3 yaşda Oyunlar. üstü rollu oyun, 3-6 Bəli, yaşda süjetli oyunlar. oyun. Düzdürmü? Tərbiyəçi şəklin görünməyən tərəfi uşaqlara olur. Tərbiyəçi 2-3 yönəlici sözdən istifadə edir. Hansı iş üsulu idi? Şaxələndirmə. Şəklin görünməyən tərəfi uşağı olur. Tapmaca Ay, müəllimi. sağ ol, bəli. Məlumatın tərbiyəçi müəllim tərəfindən uşağa ötürülməsi, uşaqda isə dinləmə bacarıqlarının inkişafı iş üsuludur. Və Nəql etmə. bəli. Zaman ardıcılığı hansı iş üsulunda gözlənilirdi? Nəql etmədə. Bəs məntiqi ardıcıllıq? Suallarda. Ünsiyyət və kommunikativ bacarıqlar formalaşır. İnandırıcılık nümayiş etdirilir. Burada hə, yox sözünə qane olunmur və yaxud da bəli sözünə qane olunmur. Açıq tipli suallardan istifadə olunur. MM qaydası müzakirə. Əla. Bu üsul deyirəm, tənqidi təfəkkürü, təhlil etmə, ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Və burada uşaqlar 4-5 nəfərlik qrupa bölünürlər. Hətta burada uşaqlara deyirik, iş digərlərini bunu demirəm, burada deyirəm. Uşaqlara işçi vərəqləri verilir. Problemli vəziyyət. Bəli. İdraki fəallığın artırılmasına böyük rol oynayır. Məntiqi ardıcıllıq gözlənilir, mövzu və məzmunla bağlı olur. Suallar. Bəli.
Bəs hansı iş üsulu idi dedi, müqayisəli qiymətləndirməyə xidmət edir. Uşaqlar öz inkişaf dinamikasını dərk edirlər. Söz assosiasiyası. Söz assosiasiyası, bəli. İnkişaf etdirici mühit dedikdə hansı komponentlər nəzərdə tutulur? İnkişaf etdirici mühit dedikdə fiziki, zaman və sosial mühit nəzərdə tutulur. Aha, fiziki mühit dedikdə nə nəzərdə tutduq? Hansı hallar, Fiziki mühit şəraitdir bura? dedikdə, burada qrup otağında olan avadanlıqlar nəzərdə tutulur. Sosial mühitdə isə əməkdaşlıqdır, tərbiyəçi, müəllim və uşaqların əməkdaşlığı. Zaman mühiti dedikdə isə burada gündəlik iş fəaliyyətləri bura aiddir. Bir də ki, uşaqların adaptasiyası bura aiddir. Aha. Demək adaptasiyanda Mümkün biz deyil, zaman bura götürdük, düzdürmü? Bəli. Aha. Qeyd edim ki, əziz müəllim, sizə deyəndə ki, zaman mühiti bizim, yəni ki, inkişaf sahələrimizdən hansıdır? Deyirik ki, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Amma desəydim ki, tərbiyəçi zaman məsələn mühitini nəzərə almır. Buna görə də uşaqlara məsələn adaptasiya müddəti vermir. Burada hansı inkişaf sahəsinin tələbi pozulub? Deyəcəksiniz ki, Sosial emosiyanal. ay sağ ol. Yəni deyirəm, bu cümlə, bu söz vurğulansa ki, zaman mühitində adaptasiyanı nəzərə almayıb. Çünki adaptasiyanı nəzərə almaq hansı ki, yəni uşağın ruh halını nəzərə almaq, onun emosional durumunu nəzərə almaq, artıq uşağa vaxt vermək, düzdürmü? Sosiallaşmasına, uşağın ünsiyyətə girməsini, öz arzusunu, öz istəyini bildirməsini, özünü rahat, əmin əllərdə hiss etməsini sosial mühitdədir, düzdür? Ona görə də biz adaptasiyanı qeyd etsə, biz onu sosial emosional inkişaf sahəsi qeyd edəcəyik. Dedik, sosial mühit təlimin təşkilinə verilən hansı tələbi reallaşdırdı? Əməkdaşlıq. Neçə yaşından etibarən formalaşdı sosial mühit uşaqlarda? 3-4. Orta Düzdür. qrup. Aha, düzdür. Dedik ki, uşaqların yəni o bir-birinə olan əməkdaşlığı da, yoldaşlığı da, humanistliyi də, empatiya qurması da hansı mühitin tələbidir? Sosial mühit. Bəli. Demək olar ki, bütün insani duyğular sosial mühitdə yer alır. Güşələr hansı mühit idi və yaxud da fəaliyyət mərkəzləri hansı mühit oldu? Fiziki mühit. Fiziki mühit dəstəkləyici mühitin hansı komponenti oldu? Fiziki mühit desə, Maddi texniki maddi bazası. texniki baza. Ay, Bəli. sağ ol. Düzdür. Bəs inkişaf etdirici mühitin tələbini qorusaz, təlimin təşkilinə verən hansı tələbi yerinə yetirmiş olarsınız? İdrak fəallığı. Ay, sağ ol, düzdür. İnkişaf etdirici mühit özü neçə yerə bölündü? 2 yerə bölünür. Daxili inkişaf etdirici mühit, xarici inkişaf etdirici mühit. Daxili inkişaf etdirici mühit bağçanın və qrupun daxilində olan avadanlıqlar daxildir bura. Xarici inkişaf etdirici mühitdə isə bağçanın həyətyanı sahəsində olan daş, qum, ağaclar və Avadanlıqlar. avadanlıqlar bura daxildir. Xarici inkişaf etdirici mühit Emiliya nəzəriyyəsinə Tələbidir. daxildir, Aha. tələbidir, amma daxili inkişaf etdirici Montessori. Aha. Bir dənə də siz mənə deyin, müəllimə, fiziki mühit dedik, üzr istəyirəm, uşaqların fiziki hazırlığı dedikdə nə nəzərdə tutulur? Uşaqların fiziki hazırlığı dedikdə burada uşaqların böyük və kiçik motor bacarıqları, sensor Motor məkan koordinasiyası, məkana bələdli olmaq. Aha. Bunlar fiziki hazırlıqdadır. Aha. Emosional iradə hazırlığa nələr daxil dedik? Emosional iradə hazırlığa uşaqların səbirsiz olmaqları, Aha. hiperaktiv olmaqları, onların hissi duyğular da gülməsi, ağlaması və s. bura daxildir. Onlarda sosial iradə hazırlığı formalaşdırmaq üçün rollu və qaydalı oyunlardan istifadə etməliyik. Düzdür. Müəllimə məsələn uşağa desək ki, sarı, mavi, qırmızı deyir. Uşaq da bir neçə saniyədən sonra bu ardıcıllıqla düzgün təkrarlayır. Bu hansı psixoprosesdir? Hafizə. Bəli, yaddaşıda. Bunu az öncə də qeyd elədim. Bir neçə məsələn meyvə adları çəkə bilərsən, gül adları çəkə bilərsən, 4-5 deyə bilərəm. Ardıcıllıqla uşaqdan tələb ediriksə, bu hafizədir. Düzdürmü? Bəli. Aha, düzdür. Yaxşı, deyirəm ki, yağış yerinə göydən konfet yağsaydı nə edərdik? Təxəyyül. Təxəyyül, düzdür.
Müəllim uşağa 3 şəkil göstərir. Tutaq ki, alma, banan, top. Sonra soruşur. Bunlardan hansı meyvə deyil? Təfəkkür. Aysa bir növ artıq olanı tapırıq da, düzdürmü? Bəli, Yəni fərqli bəli. olanı tapmaq. Az öncə bunu sizə demişdim. Yəni artıq olanı tapmaq təfəkkürdür. Bəs ümumi anlayış sözü tapmaq O da təfəkkürdür müəllim. düzdür. Məsələn, uşaq oyunda həkim rolu oynayır. Digərlərində pasiyent kimi yanaşır. Bu hansı psixi prosesdir? Təxəyyül. Bəli. Yaradıcılığıdır da, düzdürmü? Bəli. Ay sağ ol, doğrudur. Uşaq müəllimənin danışdığı hekayəni bir neçə gündən sonra xatırlayır. Hafizə. Bəli, yaddaş tələb edir, düzdür? Bəli. Ay sağ ol. Yaxşı, deyirəm ki, uşaq 2 eyni əşya arasında fərqi tapır. Məsələn, 2 dənə yağ şəkli qoyuruq, sadəcə bir neçə detallarına görə fərqlənir. 2 eyni. İki eyni, o Aha. diqqətdir müəllimə. Məsələn, 2 eyni alma arasında fərq. Birinin üzərində xal var, digərində yoxdur. Düzdürmü? Burada Bəli. biri var alma və armud arasında fərqi tapmaq, digəri təfəkkürdür. Düzdürmü? 2 eyni alma arasında fərqi tapmaq nə tələb edir? Diqqət. Ona görə də biz Diqqət, deyirik 2 eyni əşya dedikdə, deyirik diqqətdir. Amma sadəcə Diqqət, məsələn alma və armud arasında fərqi tapmaq, artıq uşaq nə edəcək? Mühakimə yürüdəcək. Bu sadəcə istisna idi. Ümumiyyətlə fərqi tapmaq, ümumiləşdirmək, qruplaşdırmaq bizdən təfəkkür tələb edir. Amma sadəcə bunun istisnası var ki, 2 eyni desəm, nümunə də çəkdim. Aydındır. Məsələn, 2 eyni göy qələm arasında fərqi tapmaq. Birinin məsələn qapağı var, digərinin yoxdur. Amma ikisi də göy qələmdir. Aydındır. Aha. Aha, ona görə də eyni dedikdə biz deyirik diqqətdir. Amma sadəcə fərqlidir. Deyir ki, məsələn, uşaq şəkillər arasında fərqi tapır, mühakimə yürüdür və yaxud da danışdığı, tərbiyəçinin danışdığı nağıldakı obrazlar haqqında mühakimə yürüdür, ümumiləşdirir, qruplaşdırır, əsaslandırır, öz fikrini irəli sürür, izah edir, şərh edir. Bu sözlərin hər biri sizin açar sözünüz olacaq. Bəli, bu təfəkkür tələb edir artıq. Aydındır. Yəni izah edən, şərh edən, arqument gətirən, əsaslandıran, sübutlar gətirən uşaq artıq təfəkkürdür. Ona görə deyirəm ki, təfəkkür bu psixi proseslərin ən mürəkkəbidir. Yaxşı, Bəli. aydın oldu. Təşəkkür edirəm sizə də. Ülkər müəlliməmizlə davam edək. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun, əziz müəlliməmiz. Demək, siz bizə qeyd edin müəllimə. Dedik ki, planlaşdırmanın 2 növü var. Cari planlaşdırmanın əvvəlcə ardıcıllığını deyin. Cari planlaşdırma standart, mövzu, Hı -hı. yox, standart, mövzu, məqsəd, sonra iş forması, iş üsulları, resurslar, Hı -hı. bunlar. Bəs perspektiv planlaşdırmada? Perspektivdə standart, məşğələnin Növü. növü, mövzu, sonra resurslar, İnteqrasiya, resurs, tarix. inteqrasiya, hə, Dedik, Bəli, caridə bir də nə var tarix. ki, illikdə bir yoxdur? də tarix. Tarix. Aha, caridə nə var idi ki, illikdə yoxdur? İş üsulları, iş forması, bir də məqsəd. Aha, bəs illikdə nə var ki, caridə yoxdur? İllikdə tarix var, Bir də məşğələnin mövzusu. məşğələnin növü, düzdür? Ay, sağ ol, doğrudur. Yaxşı. Planlaşdırma apararkən tərbiyəçi deyir, hansı ardıcıllıqlara diqqət etməlidir? Hansı ardıcılıqlar? Məntiqi ardıcılıq, xronoloji ardıcılıq, bir də psixoloji ardıcılıq. Aha. Yaxşı, psixoloji ardıcılıq dedikdə nə başa düşürük? Psixoloji ardıcılıq deyəndə məsələn məzmunun məntiqi cəhətdən bir-birinin tamamlanması deməkdir. Yəni mövzu arasında əlaqə olmalıdır. Yox, o məntiqi ardıcıllıqdır. Psixoloji ardıcılıq isə sadədən mürəkkəbədir. Sadədən mürəkkəbədir. Yaxşı, psixoloji ardıcılıq sadədən mürəkkəbədir, yadda saxlayırıq. Məntiqi ardıcılıq məzmunun bir-birini tamamlayır. Tamamlamaq. Xronoloji ardıcıllıqda isə xronoloji ardıcılıq tarixdir. bəli, tarix qeyd olunur, düzdür. Xronoloji ardıcıllıqda bəli, doğrudur. Bayramlar, bəli. Aha. Yaxşı, dedik ümumi təlim nəticəsinə istinad edən planlaşdırmamız necə adlandı? Perspektiv planlaşdırma. Təlim nəticəsinə istinad edən planlaşdırmamız? Cari planlaşdırma. Ay, bəs alt standartların həyata keçirilməsi məqsədli aparılan planlaşdırmamız? Cari planlaşdırma, həftəlik planlaşdırma. Bəli, əsas standartların?
Perspektiv planlaşdırma. Günün sonu üçün, həftənin sonu üçün, məşğələnin sonu üçün planlaşdırmamız Cari planlaşdırma. düzdür. Yaş qrupunun sonu üçün aparılan planlaşdırma. Perspektiv planlaşdırma. Aha, doğrudur. Yaxşı. Hansı iş üsulu dedik müqayisəli qiymətləndirməyə xidmət etdi? Müqayisə qiymətləndirmə. İş üsulu. İş forması yox. İş üsullarımızdan hansı idi ki, deyirdi müqayisəli qiymətləndirməyə xidmət edir. Uşaqlar öz inkişaf dinamikasını dərk edirlər. Açar sözlərimiz deyirlər, iş xatırladıqlarını deyirlər. Mən çox əsas söz. Bəli, deyir ki, hər hansı bir mövzunun deyir, öyrənilməsinə başlamazdan əvvəl uşaqlara deyir, həmin mövzu haqqında nə bildiklərini, mövzunu da mənimsədikdən sonra deyir, nə öyrəndiklərini aydınlaşdırmaq məqsədilə istifadə edilir. Düzdür? Aha. Bəli. Məntiqi ardıcıllıq harda gözlənildi? Məntiqi ardıcıllıq mənim suallarda. Aha, zaman ardıcılığı. Zaman adı nağıl etmədə. Düzdür. Məzmun və mövzu ilə əlaqəli olan, tənqidi təfəkkürün inkişafına doğru yönələn, idraki fəallığın artırılmasına rol oynayan. Mən suallar. Düzdür. Yaxşı. Tənqidi təfəkkür, təhlil etmə, ümumiləşdirmə vərdişlərini inkişaf etdirən uşaqlar 4-5 nəfərlik qrupa bölünürlər. Hansıdır? Problemli vəziyyət. Bəli, düzdür. Bəs hansında dedik ki, birgə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib hazırlanması, müəyyən vaxt ərzində uşaqların problemlə bağlı ideyaların toplanması, təlim fəaliyyətinin stimullaşdırılması, Mən neydi? Əqli hücum. öz fikirlərini bəli sərbəst ifadə edirlər. Bütün məşğələlərdə istifadə olunan iş üsulumuz əqli hücumdur. Bəli. Bəs uşaqların diqqətini, təfəkkürünü, qavrayışını, kiçik motor hərəkətlərini inkişaf etdirən iş üsulumuz necə adlandı? Didaktik oyunlar. Əla, düzdür. Şəklin görünməyən tərəfi uşaqlara olarsa və burada 2-3 yönəlici sözdən istifadə edəriksə, bu hansı iş üsulu idi? Tapmaca. Düzdür. Məlumatın tərbiyəçi tərəfindən uşağa ötürülməsi, uşaqda da dinləmə bacarıqlarının inkişafı iş üsuludur. Və burada deyirik, zaman ardıcılığı gözlənilir. Nağıl etmə. Bəli, düzdür. Bəs hansında dedik ki, inandırıcı nitq nümayiş etdirirlər? Müzakirə mənim. Müzakirədir, əsaslandırırlar. Ünsiyyət və kommunikativ bacarıqları formalaşdıran iş üsulumuz. Bəli, o da müzakirədir. Bəli, düzdür. Bəs deduktiv iş üsuludur. Köhnə biliyin yada salınmasıdır. Ümumi anlayışdan xüsusi prinsiplər çıxır. Bəli, şaxələndirmə klasterdir ki, dedik ki, daha çox məktəbə hazırlıq qruplarında istifadə olunur. Düzdür. 1-3 yaşa aid olan iş forması 1-3 yaşa mən yarım qruplarla fərdi yoxdur. Mən yarım qruplarla kollektiv unutdum. Fərdi, yarım qrup, kollektiv. Kollektiv, Düzdürmü? bəli. 3-6 yaşda nə vardı ki, hansı iş forması var ki, o 1-3 yaşda istifadə olunmur? Cütlərlə iş forması, bir də qruplarla iş Ay, forması. sağ ol. Bəs 1-3 yaşda hansı iş forması var ki, Yarım qruplarla mən iş bəli, forması. bunu mütləq yadda saxlayırıq ki, çünki imtahanda diaqramlar üzərində verilir bu bizə. Amma hər ikisinin ortaq cəhəti olaraq soruşsa, hər ikisində nə var? Kollektiv var mənim. Fərdi, kollektiv, yaxşı. Hər ikisində həm fərdi var, bir də kollektiv iş formasından istifadə olunur. Yaxşı. Hansı iş formasında dedik, uşaqların zəif və güclü tərəflərini müəyyənləşdirən, uşaqların sərbəst düşünməsinə real imkanlar yaradan, Fərdi iş forması mənim. bəli, düzdür və yaxud da potensial imkanlarını müəyyənləşdirən desək, fərdidir. Hansı Fərdi iş iş forması. formasında uşaqlar bir-birinə rəy verir? Yoldaş qiymətləndirilməsi deyirik, qarşılıqlı qiymətləndirmə olur. Bəli, bəli, cütlərlədir, düzdür. Yenə deyirəm, uşaqların bir-birinin işini dəyərləndirməsi idi burada. Müstəqil fikir söyləmək, digərlərini dinləmək. Qruplarla mənim. Qruplarladır da, düzdür. Bəs utancaq uşaqlar təlimdən kənara qala bilir, bu hansı iş formasıdır? Kollektivdə. Bütün uşaqlar eyni problemin həllinə cəlb etmək. Düzdür. Mənfi xüsusiyyəti nədir? Mənfi xüsusiyyəti mənim xaotik səs-küyü olmasıdır. Bəli, işgüzar səs-küy hardadır? İşgüzar səs-küy mənim qruplarla. Yəni burada 3-4 uşaq əyləşir. Məsələn, ata dünən mənə maşın almışdı və yaxud da dünən biz parka getmişdik. Yaşadıkları prosesləri, düzdür? Məsələn, suratları bir-birinə bölüşürlər. Bəs cütlərlə iş forması mənfi xüsusiyyəti? Mənim konfliktin yaranması. Konfliktlərdir, mübahisələr düşür. Necə deyək ki, konflikt yaranmasın.
eyni potensial uşaqları birlikdə əyləşir. Düzdür? Bəli. Aha, yəni sosialdan sosialdır, qapalı düşüncəli uşaqlar birlikdə, asosialdan asosial bu şəkildə. Bəs yaxşı, fərdi iş formasının mənfi xüsusiyyəti? Vaxt çatışmamazlığı. Vaxt çatışmamazlığıdır, düzdür müəlliməmiz. Bir də dedik ki, gözləmə vaxtı hansında verilir? Kollektiv iş formasında. Aha, əla. Yaxşı, uşaqların məktəbə hazırlığı dedikdə hansı hazırlıqlar nəzərdə tutulur? Mən fiziki hazırlıq, emosional hazırlıq, Hı -hı. idraç İdraki proseslərin inkişafı, Bir də biz buna nitq. psixi proseslər də deyirik. Aha. Bir də Və nitq mənim. nitqdir. Gəl bir danışaq görək emosional iradə hazırlığı hansı oyunlar zamanı formalaşdırılır uşaqlarda? Rollu qaydalı oyunlar zamanı Aha. ora daxildir məktəbə getməyə sevinclə gözləmək, Hı -hı. çətinliyi aradan qaldırılması, bir də ki, məqsəd və nəticə yönümlülük daxildir. Aha. Rollu və demək Burada qaydalı oyunlarla bu bacarıqları formalaşdırdıq uşaqlarda. Uşaqların bəli, hansı ki, bəli, burada dözümlü olması, öz hisslərini səbirli göstərə olması, bilməsi, hisslərini bəli, idarə edə bilməsi, bilməli. emosiyalarını, yəni idarə edə bilməsi, yəni bir növ uşaqların ruh halıdır. Bəli, iradə hazırlığa aiddir. Yaxşı. İdraki proseslərə nələr daxil dedik? Diqqəti inkişaf, Hı -hı. diqqət, hafizə, təfəkkür, təxəyyül daxildir. Aha. Deyirəm gəlin bir neçə situasiya verim sizə. Deyirəm müəllim tutaq ki 5 dənə oyuncağı stolun üstünə düzür. Birini gizlədir və soruşur, hansını gizlətdim? Sizcə bu hansı psixi prosesdir? Bu məncə diqqət. Bax, Haf- mən hafizə necə müəllimi, öyrətmişdim? Əgər burada biri var, yer dəyişmə, dəyişiklik olsun, uşaq diqqətli. görür. Heç nə Aha. gizlədilməyib. Uşağın gözünün qarşısındadır. Var olanı görür. Aydındır. Sadəcə Bəli. gözünü 5 saniyəlik yumur və müəllim şəkillərin yerini dəyişib, yenə də şəkillər hamısı uşağın gözünün qarşısında. Sadəcə diqqətli olmalıdır ki, hansı şəkillərin yeri dəyişib. Aydındır. Bəli. Və yaxud da başqa bir nüans deyirəm. Tutaq ki, bir qarışıq bir şəkil verir. Deyirəm bu şəkillərin içindən ayını tap, gülü tap, dairəyə al, topu tap, dairəyə al. Yəni bax qarışıq şəkillərin içindən tapır da. Uşağa nə lazımdır? Diqqət. Diqqət lazımdır. Diqqət. Bu da diqqətdir. Hı. Uşaq görür onu. Bir də var ki, Bəli. deyirəm ki, tutaq ki, deyirəm 5 oyuncaqdır, stolun üstünə qoymuşam. Sonra bir dənəsini gizlədirəm. Birini də Hı. gizlədə bilərsən, ikisini də və yaxud da hamısı fərqi yoxdur. Ordası bir dənə də belə gizlədilsə, bizə nə lazımdır? Hafizə. Hafizə, yaddaş lazımdır, düzdür? Bəli. Və yaxud da Bəli. göstərdin, üstünə örtə bilərsən hədiyalın. Örtdük və deyirəm az öncə nə göstərmişdim? Sadəcə indi dedim bir dənəsini gizlətdi. Yəni də diqqət bizə yaddaş lazımdır, düzdür? Yaddaş lazım. Amma Bəli. bu şəkillər uşağın gözünün qarşısında olsaydı, sadəcə yerlərini dəyişsəydim, o zaman diqqət deyərdim, düzdür? Bəli. Aysa, aydın oldu məncə. Bəli. Uşağa deyirəm ki, əgər buludlar pambıqdan olsaydı, hamı göydə deyək ki, şəkər yeyərdi. Bu hansı psixi prosesdir? Bu təxəyyül. Düzdür. Uydurmadır da, düzdürmü? Bəli. Və Bəli. yaxud da uşaqlar süper gücünüz olsaydı nə edərdiniz? Təxəyyül. Bəli. Ay sağ ol, düzdür. Müəllim uşağa ta şəkil göstərir. Belə deyək. Alma, armud, heyva, bir dənə də pomidor qoyur. Deyir burada fərqli olan nədir? Mən burada təfəkkürdür. Hı -hı. Artığımdır. Ay sağ ol, düzdür. Niyə buz suya çevrilir? Uşaq burada öz fikrini əsaslandırır. Hansı psixi prosesi inkişaf edir? Bu məncə təfəkkür. Ay sağ ol. Bildir. Çünki neynir uşaq? İzah edəcək, şərh edəcək. Düzdürmü? Ardıcıl gətirib. Mühakimə yürüdəcək, düzdür? Məsələn, deyirəm ki, danışdığım nağıldakı qəhrəmanları qruplaşdır. Bu hansı psixi prosesdir? Qruplaşdır. Bu təfəkkürdür mənim. Yenə də, bəli. Amma desəydim ki, nağılın sonunu təxmin et. Təxmin et. Mən bu təxmin et, Nədir? yəni qurur mən təxəyyül müəllimi. Bəli. Amma desəydim ki, hekayəni öz sözlərinlə danış. Danış, mən bu hafizədir. Aha. Bəs nağılı təsvir et desəm? Mən o da təxəyyüldür. Şəkili tamamla desəm? Mən bu da təxəyyüldür. Deyirəm Əli dur ayağa sonuncu nə dedim? Sonuncu nə dedim? Mən bu diqqətdir.
Ay, sağ ol. Açar sözümüz nə idi? Sonuncu, birinci Sonuncu və varsa, birinci. Bəli, bu düzdürmü? düzdür. Ay, Bəli. sağ ol, düzdür. Yaxşı, danışdığın nağıldakı müsbət obrazın adı nə idi? Hmm, Müsbət obraz. Mən bu Hafizədir də. Bəli. Amma müsbət və mənfi obrazı qruplaşdır desəm? Bu təfəkkürdür. Ay, sağ ol, düzdür. Eyni əşyada fərqi tapmaq, Diqqət. düzdür. Uşağa desəm ki, muncuqları ipə düz. Bu hansı psixo prosesin inkişafına xidmət edir? Diqqət mənim. Düzdür. Diqqət. Amma bunu Diqqət. hazırlıq olaraq sizdən soruşsa, hazırlıq olaraq Hazırlıq olaraq mən Aha. idrak prosesi hazırlıq. Yox, bu hansı? mənim fiziki hazırlıq. Fiziki hazırlıq, düzdür. Bəli, kiçik Uşağın məşq. muncuqları ipə düzməsi, qeyd edim ki, əziz müəllimlər, bunu sizdə imtahanda hazırlıq olaraq dedikdə variantda görəcəksiniz. Fiziki, emosional, iradə, idraki proseslərin inkişafı nitq görə. Amma psixo proseslər və yaxud da ki, idraki proseslərdə artıq orada diqqət, təfəkkür, təxəyyül, nitq görəcəksiniz və az öncə də nə dedim? Diqqət, muncuğu ipə düzmək, bəli, bu diqqətdirsə, amma hazırlıq olaraq fiziki hazırlıq. Niyə? Çünki kiçik motorikasının inkişafıdır, düzdürmü? Bəli. Yaradıcı oyunları keçmişdik. Bax, o hansı psixo prosesdir sizcə? Yaradıcı mənim təxəyyül. Təxəyyül. Təxəyyüldür də, düzdür. Personajların güclü, zəif tərəflərini, oxşar fərqli cəhətlərini müəyyənləşdir desəm? Təfəkkür. Aha. Niyə görə təfəkkür? Çünki nə edir? Yəni nə etdik? Aha. Mən o qruplaşdırır da. Bəli, düzdür. Dedik, hiperaktiv uşaqlarda hansı psixo proses zəif oldu? Diqqət zəif olur. Ay, sağ ol, doğrudur. Hərəkətli uşaqlarımızda uşaq deyirəm ki, yolu keçərkən ehtiyatlı ol. Diqqətli olmalıdır. Bəli, düzdür. Hətta quraşdırma fəaliyyəti belə təxəyyüllə yanaşı, demirəm təxəyyül, deyirəm təxəyyüllə yanaşı, hətta diqqətliliyə ehtiyatlı olmalı da bünövrəsi daha möhkəm olsun, düzdür? Bəli. Deyirəm, danışdığın nağılda ən maraqlı məqam nə idi və sən bunu necə əsaslandırarsan? Bu hansı psixo prosesdir? Ən maraqlı mənim burada məncə diqqətdir mənim uşağım. Niyə? Açar sözə qulaq asmadın. Deyirəm, ən maraqlı məqam nə idi və sən bunu necə əsaslandırarsan? Əsaslandırarsan həm təfəkkür. Bəli, təfəkkürdür. Çünki uşaq burada əsaslandırır, yenə deyirəm, sübutlar gətirir, düzdür? Bəli. Topu hədəfə at. Hansı psixo prosesin inkişafına xidmət edir bu tapşırıq? Topu hədəfə at. Bəli. Diqqətli olmalıdır. Bəli, ehtiyatlı olmalıdır, diqqətli olmalıdır, düzdür? Bəli. Şəklə bax, şəkil üzrə nağıl qur. Bu təxəyyül. 5 dairəsində say. Hafizə, yaddaş. 5 dairəsində tapşırıqları yerinə yetir. Təfəkkür. Düzdür. Həndəsi fiqurları fərqləndir. Fərqləndirməm təfəkkürdür. Nağıldakı qəhrəmanların adını çək. Hafizə. Nağıldakı qəhrəmanları fərqləndir. Fərqləndir. Təfəkkürdür. Nağıldakı qəhrəmanları fərqləndirmək təfəkkürdür. Ünvanlaş sözü tapmaq. Təfəkkür müəllimə. Artıq sözü tapmaq. O da təfəkkürdür. Bir də az öncə də qeyd elədim ki, hə, yox sözü oynayıb, qapalı tipli suallar versə, diqqətli, açıq tipli suallar versə, nitqdir. Bəli. Çünki dedik ki, yəni deyirəm, qadağa qoyuruq sadəcə öz fikrini əsaslandıran, düzdürmü? Açıq tipli suallardan istifadə edirsə, bəli, bu nitqdir. Amma qapalı deyirəm, sevirsən, sevmirsən. Şəkəri sevirsən, sevirsən, yəni sevirəm, istəyirəm, ya istəmirəm, bax bu şəkildə deyəcək. Aydındır? Bəli. Təşəkkür edirəm sizə də. Çox sağ olun. Çox sağ olun. Belə əziz müəllimlər, bugün biz mövzunu sizinlə təkrar etdik. Mövzumuz hansı ki planlaşdırma idi, inkişaf etdirici mühit idi, psixo proseslər idi və iş usulu, iş formalarını təkrar etmiş olduq. Növbəti mövzumuz isə sizinlə qayda, gözlənti, prosedurlar olacaq ki, göndərəcəm materiallarınızı dinləyərsiniz. Gələn dərs isə situasiyalar üzərində bunu sizə öyrədəcəm. Təşəkkür edirəm hər birinizə əziz müəllimlər. Gecəniz xeyrə qalsın, özünüzə yaxşı baxın. İnşallah ki, növbəti dərs görüşərik.